Xavariclər bidətçilərin içində seçilir. Xavariclər sərt olun. Əgər onlarla durub oturursa salam verməyin. Salam verməyin onlara. Amma avam başqaları var, məsələn, sufilərdir və s. Hətta şəhət şiyələr. Avamlarsa, onlara salam verməyin. Amma xavariclər yox, qardaşlar. Fikirlə də dində naqis sayıla bilər. Həmçinin əməllə də. Aydındır. Məsələn, görürsən, biri 5-ci günlər qılır, biri qılmır, amma başqa şeylər yox. Onlar dində, biz onları sayırıq müsəlman, naqis. Namaz qılmayan, şirk qoşmursa, Allahın istəyi altındadır. Hətta namaz qılsa belə, şirk olsa, yəni həqiqətən də şirk olsa, amma namaz da qılır. Var da sünnə əhlindən var ki, hətta mən demirəm başqa firqələri, əhl-i sünnənin özündən var ki, qəbirlərdən istəyir, məsəl üçün. Hətta o da şirk qoşsa, o da bağışlanmır, baxmayaq namaz. Yox, əgər hüccət çatsa, ona hökm verilsə, müşrik hökmü, onda. Yoxsa ona hüccət çatmayıb. Yox, heç biz burada ona müşrik hökm vermir. Birinin əməlində şirk var, o deməkdir o müşrikdir. Yox, hüccət çatmağı biz müşrik ona deyə bilmərik. O Allahın istəyi altındadır. Yox, şeyx, biz burada heç bilmədik, elə öldü. Öldü, Allahın istəyi altındadır. Şirk qoşub. Allahın istəyi altındadır. Xüsusən də bu şirk cahilliyindən olubsa, bu küfr cahilliyindən olubsa, Allahın istəyi altındadır. Cinlərdən kömək istəyir. Olur. Hətta məscid imamları caiz görürlər təvəssülü və s. Peyğəmbərin öləndən sonra da. Yəni bu şirk küfrdür və namaz qılmır, amma şirk də qoşmursa, onun halı bu namaz qılıb şirk eləyəndən daha yüngüldür. Əlbəttə. Əlbəttə şirk küfr problemdir, yəni bəladır. Amma ona hökm vermirik də. Hətta ona sübut olunmasa, hüccət çatmayınca o əli ölsə, Allah istəyi altındadır. Aydındır. Çünki şirk olur, firqələrdə var. Elə firqələr var ki, məsələn, götür sufiləri, şirk var və s. hər şey var. Lakin biz onlara fikir versə təkfir eləmirik. Yəni firqələrin çoxsunu biz təkfir eləmirik. Onlar hamısı bizi təkfir eləyir. Amma biz onlara təkfir eləmirik. Baxmayaraq deyirik, küfür var onlarda, şirk var. Bu topluma aiddir yəqin ki, var müsəlman toplumu, var kafir. Yəni kafir toplumunda olana, yəni tanıdıq, kafir kimi müamilə olur. Kafir, yəni kafir kimdir? Nisbət eləmir özün İslama, deyir, mənə dinim, məsələn, İsa'yı təqlid edirəm, məsələn, İsa da Peyğəmbərim, dinim xristiyandır, məsələn, və ya cühuddur, və ya bütpərəst, onlar kafirdir. Onlar fərd. Ümumən də kafirdirlər. Yəni bu qaydalar ki var, ümumən xüsusunu ayırmaq, təkfirin şərtləri və s. O qiblə əhlinə aiddir, qardaşlar. Müsəlmanlara aiddir. O kafirlərə aid deyil. Kafirlər kafirdir, istəyir. Sadəcə kafirlərə nə demirik? Axirət hökmü vermirik ki, fərdə. Demirik ki, məsələn, tutaq ki, bu kafir, məsələn, İvan cəhənnəmə düşəcək. Çünki bəlkə İvan ölənə yaxın döndü. Yəni peçatını vurmuruq. Amma deyə bilərsən, İvan əgər bu əqidədə ölsə ki, cəhənnəmliyi əbədiyyən. Assalamu aleykum. Çox üstüm, siz dediniz ki, Allahın istəyi altındadır, o kəs ki, namaz qılır, amma şirk edib cahilliyinə görə. Yəni, Allah istəsə cəhənnəmə salar, amma sonra da o yenə də cəhənnəmə. Bəli, şəfaət hədisinə görə, bəli, əgər sadəcə əməlində şirk olub, küfr olub və ya bidət olub və ya böyük günah sahibi olub, gedib cəhənnəmə, biz bilirik ki, kimin qəlbində varsa zərrəcə iman, sonda cəhənnəmdən çıxacaq. Orada şirk də var. Şirk də, nə olsun? Müşrik o sayılmayıb da. Bilməyib də. Müşrik sayılmayıb. Üzürlər olub onda. Üzürlər var axı. Hətta üzürün olub olmaması Allah Subhanahu özü bildir. Həm də bir dənə ya indi sübut olunsa burada o heç hüccət çatsan belə yox. Baxmayaraq Peyğəmbərlər görürsən, İslam necə rəhimlidir, əhl-i sünnə necə rəhimlidir, sələflər. Bir də bu ümumiyyətlə şəhatimlərin belə bir şey var da, şübhə atmasın o. Namaz qılın, müşriklərdən 10 gün belə bir ayə gətirirlər. O təfsirlər. O ümumi ayələrdir. Yəni, belə baxanda aydın namaz qılmayan kafir olmalı ayə yoxdur hələ. O ayələr ki var, onlar ümumi ayələrdir. Ümumi. Əgər onlar məhz namazda aid olsaydı, ixtilaf olmazdı namazda. Namaz qılmayanda, daha doğrusu ixtilaf olmazdı. Amma ixtilaf var. Deməli, ayə yoxdur, açıq aydın. O ümumi ayələrdir.
Aydındır. Məsələn, cəhənnəm əhlindən soruşdular, hə, dedi, namaz qılanlar olmadı. Sonra da gəlir axı. Ondan sonra deyir, miskinləri, yetimlərə yemək vermədik. Ehtiyat babından ət yeməmək olar, məsələn, açıq aydın şirk edir də, 7-8 ildir mənlə işləyir. Sahabələr, nə bilim, Allahdan versin sağlığı, Kərbəlarına, ətin yemir, sana təkbir eləmir. Yox, ehtiyat edə bilərsən elə. Əgər bilirsən ki, bu adam belə problemliləridir. Hə, əgər bilirsənsə. Çünki xavariclər nəyə gətirir? Birin gətirir misal, hamına aid eləyir. Yox, amma məsələn, sən bilirsən ki, bu adam tutaq ki, Allah və Rasulü söyür, dini söyür, istiza eləyir və ya məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem ailəsini təhqirləyir, dostların. Nə qədər adam var? Peyğəmbər sallallahu aleyhi ve sellem ailəsini söyür, ittiham eləyir və Peyğəmbər sallallahu aleyhi ve sellem dostlarını da söyür. Heç kəs qalmayıb. Hələ adamın kəsdiyi, bilirsənsə, dəqiq odur, yim olan kəsdiyin. Amma təkbir edir. Ya, təkfir lazım deyil, sən deyil, lazım da deyil. Var dünya şəhidi. Dünya şəhidi, sən deyən kimi, yəni gediblər, döyüşdürürlər, amma əslində kafir idilər onlar. Yəni ateist idi. Amma hamısına gedir. Məsələn, elələr var idi, cəsus idilər məsələn, lakin şəhid gedirdi, daha hər şey açmırlar. Bunlar dünya şəhidlərdir, deyilir şəhid, lakin dünya şəhididir. Lakin kimin əməlində küfr olub, lakin dindən çıxmayıbsa, hələm mömin qalıbsa və ya kimin əməlində şirk olub, amma hələm dindən çıxmayıbsa, qalıbsa. Əhlüsünnə alimləri bir müsəlmanı o vaxt təkfir edir ki, iki şey olsun. Bir, kufur, şirk, Allah və Rasulü desin, kufur, o əmələ şirk. Olandan sonra keçirlər ikinci mərhələyə. Deyiblər ki, o küfrə görə müəyyən şəxs, mən kafir demək istəyirəm, bax, sən kafirsən demək istəyirəm, sən kafirsən, mürtədsən, dindən çıxmırsan demək istəyirəm. Bir insana müəyyən şəxsə hökm vermək üçün mütləq o küfrə görə şərtlər ödənilməli və aradan maniyələr qalxandan sonra ona hökm verilir. Əks halda bu olmasa, o küfür onda varsa, yeriyirsə adam, onunla müsəlman müamiləsi aparırlar. Çünki şəxs olduğu üçün hökm verilməyib deyə qalır öz hökmündə. Öz hökmündə müsəlmandır, qalır əslində. Aydın oldu axı? Yəni o şey olub, elə bir alim ki, hüccətsiz müamilə aparsın. Küfür. Kafir müamiləsi, yaxud şirk, müşrik müamiləsi aparmağa Quran sünnədən dəlil var. Var bu. Rəşad qardaş, bunu götürüb birinciyə əsasən kafir və ya müşrik müamiləsi aparan deyən alimlər var. Bax, burada 2 dənə sualdır. Biz deyirik ki, vallahi nususda dəlil yoxdur ki, hökm verməmişdən qabaq mücərrəd əmələ görə onunla müşrik hökmü veriləndən sonra aparılan müamilə aparılsın. Biz deyirik buna dəlil yoxdur. Dəlil, nas, sarih dəlil, yəni. Ola bilər kimsə nəsə görsənib ona. Sarih, muhkəm dəlil buna yoxdur. Nusus dəlalət edir ki, sarih, muhkəm, açıq aydın hökm veriləndən sonra, adı alandan sonra onunla o müamilə aparılır. Əks halda qalır əslində. Lakin alimlərdən deyən var, deyən yoxdur. Biz deyirik ki, bu tərəfi bizə maraqlı deyil. Yoxsa maraqlı sən axı? Maraqlı deyil bizə. Burada ümumi bir sual var. Sual verən deyir, tövhid məsələlərində, hansı ki dinin əslidir, cahilliklə üzürlü olmaq varmı? Həmçinin şirk məsələlərində cahillik səbəbilə düşən müəyyən bir kəsi təkfir etməyin hökmü nədir? Tövhid məsələlərində cahillik yoxdur. Müsəlmanlar arasında yaşayan müəyyən bir şəxs üçün, lakin müsəlmanlardan uzaqda yaşayan kimsəyə gəldikdə isə, çünki belə bir cahilin işi Allaha aiddir. Onlara hökm, qiyamət günü fetra əhli kimi hökm olunacaqlar. Amma müsəlmanlar arasında yaşayan kimsəyə gəlincə və o, Allahın və Rəsulunun buyurduqlarını eşidir, lakin buna əhəmiyyət vermir və diqqət yetirmir. Qəbirlərə ibadət edir, onlardan kömək diləyir, qəbir sahiblərinə nəzir verir və ya dini söyür. Bu kafirdir. Onun özü barəsində kafir qəbul edilir. Filankəs kafirdir deyilir.
Müsəlman hakimlərdən ibarət dövlət rəhbərlərinin üzərinə düşən vacib belə kişidən tövbə tələb etməkdir. Əgər tövbə edərsə, yaxşı. Əks halda kafir olaraq öldürürlər. Eləcə də dinlə istehza edən, dini söyən və ya Allahın haram etdiyini halal sayan kəs də bu hökmə daxildir. Məsələn, zina halaldır, içki halaldır, bəşəri qanunlarla hökm vermək halaldır, Allahın nazil etdiyindən başqa hökmlə hökm vermək halaldır deyən. Bütün bunlar İslamdan dönməkdir. Allahdan başqasına ibadət edən hər bir kəs müşrikdir, kafirdir. Onun təkfir edilməsi vacibdir. Hətta o, İslamı iddia etsə və La ilahə illallah, Muhammedun Resulullah desə belə, çünki şirk iki şəhadəti iptal edir, İslamı pozur, tevhidi ifsad edir. Müsəlmana vacibdir ki, müşrikləri təkfir etsin. O kəsləri ki, Allahdan başqasına ibadət edirlər. İstər ərəb olsunlar, istər əcəm, istər yəhudi olsunlar və ya xristiyan və ya İslama mənsub olanlardan olsunlar. Bu, üzərində heç bir güzəşt olmayan bir əqidədir. Kim müşrikləri təkfir etməzsə, o özü də dindən dönmüş və onlar kimi kafir olmuşdur. Çünki onun yanında imanla küfr arasında fərq qalmamışdı. Onun yanında imanla küfr arasında fərq qalmamışdı. Şiələrin hamısını, istər avamlarını, istərsə də alimlərini təkfir etmək caizdirmi? Yoxsa bu məsələdə təfsilata getmək lazımdır? Çünki təkfir yalnız haqqı bilənlərə aid edilir. Biz deyirik ki, istər şiələrdən, istərsə də başqalarından olsun, kim İslamı pozan amillərdən birini edərsə, məhz o kafirdir. Bir nəfər olsa belə, o kafir olmuşdur. Bəs pozan amillərdən çoxlu edən kəslər necə olar? Bunlar cahillərdir və onların dəlil gətirmələri caiz deyildi. Allah onları adlandırmış və belə buyurmuşdur. Ancaq qəlblərində əyrilik olan o kəslər ki, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabih ayələrin arxasınca gedərlər. Onlar Allahın sözünü iptal etmək və onu pozmaq istəyirlər. Necə ki Allah deyir, İslam İbrahimin dinidir. Şirkdən uzaq olmaqdır. Çoxlu ayələr vardır ki, insan tağuta küfr etmədən müsəlman olmaz. Onlar istəyirlər ki, həmin ayələri ləğv etsinlər. Deyir, xeyr, bunların hamısı doğru deyil. Biz isə deyirik ki, insan İbrahimin dini olmadan da müsəlman ola bilər və hətta ona müxalif olsa belə, onu inkar etsə belə müsəlman olur. Bunlar zındıqlardır. Bunlar yeryüzü islah olunduqdan sonra orada fəsad törədənlərdir. Bunlar Allahın haqqında buyurduğu kəslərdəndirlər. Beləcə, biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Bu, onların indi bəziyib təqdim etdikləri aldadıcı sözlərdir. Bunlar şübhələrdir. Bu, bəzədilmiş və aldadıcı sözdən başqa bir şey deyil. Onlar həmin qəti və açıq dəlilləri ləğv etmək istəyirlər. Şeyxülislam isə onlara, o, insan həm şirk edib, həm də müsəlman ola bilər deyənlərə rəddiyə verərək deyir, o onlara rəddiyə verdikdə kitabla, yəni Quranın açıq-aydın, səhih və qəti dəlilləri ilə rəddiyə verir və sünnə ilə. O onlara kitab və sünnə, yəni hədislər və icma ilə rəddiyə verir. Şirk və açıq-aydın küfr əməllərinə düşmüş bu kəslərdən hər bir fərd, yəni müəyyən olaraq təyin olunmuş kəs, işin mahiyyəti ilə özü kafirdir. O həqiqətdə kafir və müşrikdir. Şirk etdiyi halda müsəlman olması mümkün deyil. Bu yalnız bəsirətləri kör olan insanların düşüncəsində mümkündür. Bunlar Məhəmməd bin Kərran adlı, zındıqlıqla vəsf olunmuş keçmişdə yaşamış bir zındığın sözünü deyirlər. Bütün firqələr onları təkfir etmişdi. Eyni zamanda onun əhli sünnə əqidəsinə müxalif olan görüşlərindən biri budur ki, o qeyd etmişdir ki, dünyada bir şəxsə İslam hökmlərinin tətbiq olunması üçün sadəcə La ilahə illallah deməsi kifayətdir. Və bu kəlmənin 7 şərtinin yerinə yetirilməsi şərt deyil. Onun yanında bu kəlmənin 7 şərtinin mövcud olması tələb olunmur. Belə ki, cahilliyi ortadan qaldıran elm şərtini vacib saymır. Şübhəni ortadan qaldıran yəqini də şərt saymır. Və qalan digər şərtlər barədə də eyni mövqedədir. Onun yanında İslam yalnız kəlmə İslamıdır. Yəni sadəcə La ilahə illallah deməkdir. Hətta bir insan yer üzündə mövcud olan bütün İslamı pozan amillərdən etsə belə, ona görə də kim Allahdan başqasına ibadət edər, övliyalardan və salihlərdən kömək istəyər, yalnız Allahın qüdrəti çatan işlərdə onlara dua edir, ona görə də müsəlmandır. Həmçinin onun yanında vəhdəti vücud etiqadını qəbul edənlər, yəniğulat, aşırı sufilərdən olub, Allah ilə aləmin bir şey olduğunu, yaradanla yaradılmış arasında fərq olmadığını, nə xaliqin, nə məxluqun,
nə Rəbbin, nə də tərbiyə olunanın mövcud olduğunu söyləyənlər. Bu sözü deyən şəxs həmin kişinin yanında müsəlmandır. Allahdan afiyət və salamatlıq diləyirik. Onun yanında bir kişi uluhiyyət və ya rububiyyət tövhidində küfrə səbəb olan əməllər etsə belə, o müsəlmandır. Bu isə əlbəttə ki, Ğulat mürcələrin sözündən daha şiddətlidir. Bu kişinin müxalif görüşlərindən biri də budur ki, o özünün Əl-İlmam kitabında açıq şəkildə bildirmişdi ki, insan hər bir küfr əməlində üzürlü sayılır. Yəni o, aşkar məsələlərlə gizli məsələlər arasında fərq qoymur və deyir ki, bu fərqi qəbul edən şəxs bunun dəlilini gətirməlidir. Aşkar və gizli məsələlər arasındakı fərqi bütün elm əhli yekdilliklə nas, dəlil etmişdi. Beləliklə o, əvvəl də dediyimiz kimi, hər kim açıq-aşkar küfr sayılan bütün əməlləri işləyərsə, o müsəlmandır. Buna görə də o, tağuta küfr etməyi şərt saymır. Onun yanında İslam yalnız kəlmə İslamıdır. Bu sözü hətta Cəhm ibn Səffan belə deməmişdi. Allahdan salamatlıq və afiyət diləyirik.